Emirul Müminin Hazreti Ali aleyhisselam buyurur ki en zayıf insan odur ki qohumları ile əlaqə yarada bilmir. En zayıf insandır qohumlarla əlaqə yarada bilmir. Adam var tanıyıram. Elə kimi dindirirsən, hansı qohumu soruşsan deyə danışmıram. Əmimlə danışmıram, qardaşla, üç qardaşdır, qardaşla danışmıram, dayımla danışmıram, xalanla danışmıram. Niye? Ay kardeş ne oldu? Əmi pis oldu, dayı pis oldu, kardeş pis oldu, ne bileyim əmoğlu pis oldu. Bunlar hamısı pis oldu, sen yaxşı oldun. Deməli sənin özündən bir nöqsan, bir çatışmamazlıq var. O da buyurur, en zayıf insan qohumlarla əlaqələrini yarada bilməyən, bərpa edə bilməyən və en böyük cahillik Həzrət buyurur ki, qohumları ilə ədavət aparan, düşmənçilik edən şəxsdir. Qardaş, qardaşınla yaman olsan da nə düşmənçilik ondan edə bilərsən? Əmoğlu ilə nə düşmən edə bilərsən? Əminlə nə düşmənçilik edə bilərsən? Nə bilim, digər qohumla, bacınla nə düşmənlik edə bilərsən? Deməli, cahil gərək olasan ki, ən yaxın qohumunla İnciyə bilərsən, mümkündür. Amma sənin qəlbində bir kin, küdürət yarana və onunla düşmənçilik edəsən, Həzreti Ali aleyhisselam buyurur ki, bu cahil insanların xüsusiyyətidir.